Bundan önce biyokimyanın girişini öğrendik. Əlbəttə ki, biyokimya nədir? Hüceyrənin kimyəvi tərkibi nədir? Hansı kimyəvi maddələr var? Hansı üzvü maddələr var? Birləşmələr var? Bunları öyrəndik. Və qısa olaraq karbohidratlar haqqında, lipidlər haqqında yəni danışdıq. Bu gün isə artıq nuklein turşuları haqqında danışacağıq. Hansı ki, bunlar biopolimerlərdir və nuklein turşuları nələrdən təşkil olunubdur? Deməli, nuklein turşuları deyək. Bir dəqiqə. Nuklein. Xəttim biraz pisdir, amma daha yola verəndə. Turşuları. Deməli, nuklein turşusundan biz danışanda deyəcək ki, nuklein turşusunun azot əsası olacaq. Azotla əsası olacaq. Sonra nuklein turşusunun karbohidratı olacaq. Bu karbohidrat 5 atomlu, baxın 5 bucaq çəkirik bura. 5 atomlu ya pentoza olacaq, ya dezoksiriboza olacaq, ya da riboza. Pentoza. Buna deyəcək karbohidrat. Və bir də nuklein turşusunun fosfat qalıbı olacaq. Bunlar şərti işarələrdir. Biz nuklein turşuları üçün şərti işarələrdən istifadə edəcəyik. Deməli, bu nuklein turşusunun əsasını təşkil edir. Məsələn, biz deyəcəyik ki, nuklein turşuları 2 yerə bölünür. Dezoksiriboza və ribonuklein. Yaxud da DNT və RNT. Deməli, DNT-nin tərkibində DNT-nin RNT bir-birlərindən karbohidratına görə fərqlənirlər. Yəni, hər ikisində quruluş budur. Hər ikisi polinukleotiddir bunların. Yəni, çoxlu bax bu nukleotidlərdən təşkil olunubdur. Amma DNT RNT-dən daha yüngüldür. Nukleotidi daha yüngüldür. Niyə? Çünki dezoksi, yəni oksigeni olmayan karbohidratdan ibarətdir. Normalda bu pentozanın başında belə bir oksigen olur. Buna deyirik, bu ribozadır. Əgər oksigen varsa ribozadır. Deməli, bu artıq nukleotid RNT-nin nukleotididir. Əgər bunun başında oksigeni yoxdursa, dezoksiribozadırsa, deməli DNT-nin nukleotididir bu. Yəni, DNT-nin nukleotidləri RNT-nin nukleotidlərindən kütləcə daha yüngüldür və kütləcə daha yüngül olduğu üçün burada bu nukleotidlə, yəni DNT-nin məsələn bir nukleotidi ilə RNT-nin bir nukleotidi arasında 16 qram fərq var. Oksigenin axı atom kütlə vahidi 16-dır. 16 qram fərq var. İndi bunlara gələcək onsuz da bir-bir. Gələk nuklein turşularını təşkil edən nukleotidlərdən. Bu nuklein turşusunu təşkil edən nukleotidlərdir. Bax, bu quruluş nukleotidin quruluşudur. İndi nukleotidlərə gəldikdə isə deməli, nukleotidlər monomerləridir nuklein turşularının və biz keçəcəyik sizinlə hansı nukleotidləri? DNT-nin tərkibinə aid olan nukleotidlər və RNT-nin tərkibinə aid olan nukleotidlər. Nukleotidlər bir-birindən azot əsasına görə fərqlənirlər. Əgər azot əsası, biz ümumiyyətlə keçəndə deyəcəyik ki, nukleotidimiz ola bilər adenin. Azot əsası adenin isə bu adenin nukleotididir. Azot əsası timindirsə timin nukleotididir. Timin. Stozindirsə stozin. Və guanindirsə guanin nukleotididir. Guanin. Bundan başqa bir də timinə bərabər olan bir də urasil var. Buradan yazmayaq, daha doğrusu buradan yazaq. Urasil. Azot əsası urasildirsə, urasil nukleotidi var. Urasil. Bu nə deməkdir? Yadınızda qalsın. RNT molekulunda timin nukleotidi olmaz. Onun əvəzinə urasil nukleotidi var. Amma DNT molekulunda adenin, timin, stozin, guanindir.
RNT molekuluna gəldikdə isə adenin, urasil, sitozin, guanin nukleotidləri var. DNT molekulundan danışanda DNT. DNT molekulu 2 zəncirlidir və zəncirləri nukleotidlərdən ibarətdir. Burada indi çəkək biz nukleotidləri və azot əsaslarını. İndi mən necə çəkirəmsə, siz də çalışın o şəkildə deməli, əzbərləyin ki, sizə daha rahat olsun başa düşmək. Bunlar silək. Deməli, çəkirik birinci pentozasını, nukleotidin. Sonra 5 karbonlu karbohidratını və azot əsasını. Azot əsasını bu şəkildə 2 dənə arışanı qoyuram birini. Sonra yenə fosfat, yenə karbohidrat və azot əsası, fosfat, karbohidrat, azot əsası, buna da 2 çəkək, fosfat, karbohidrat və azot əsası. Baxırıq ki, bəzi azot əsaslarını 2 dənə kub, bəzilərini 1 kub şəklində çəkmişəm. Deməli, yadınızda qalsın, 2 kub şəklində olanlar ya urasil, ya adenindir, ya da guanindir. Adeninlə guanin 2 dənə hissəcikdən ibarətdir və ölçüləri böyükdür sitozinlə timinlə. Ona görə bax, bu təklər sitozinlə timindir, bu ikilər adeninlə guanindir. Və hər bir nukleotidin qarşısında onun komplementarı olar. Adeninin komplementarı timindir, sitozinin komplementarı guanindir. Yəni onun qarşısında daimi guanin qalır. Ona qarşılıq olaraq daim guanin gəlir. Və adeninlə timin 2 qat hidrogen rabitələri ilə birləşir. Sitozinlə guanin isə 3 qat hidrogen rabitələri ilə birləşir. Məsələn, mən bu hissəyə 2 qat, bu hissəyə 3 qat, bu hissəyə də 3 qat, bu hissəyə 2 qat rabitə qoyuram. Və tapmağa çalışıram ki, buradakı nukleotidlər nədir? Ölçüsü böyük olub, 2 qat rabitə əmələ gətirirsə, bu adenindir. Ölçüsü kiçik olub, 3 qat rabitə əmələ gətirirsə, deməli sitozindir. Ölçüsü yenə böyük olub, 3 qat rabitə əmələ gətirirsə, deməli guanindir. Ölçüsü kiçikdir və 2 qat rabitə əmələ gəlir. Deməli timindir. Ölçüsü böyük olanlar adeninlə guanindir. Adenin, guanin. Adenin 2 qat rabitə əmələ gətirir. Guanin 3 qat rabitə. Ölçüsü kiçik olanlar sitozinlə timindir. Sitozin 3 qat rabitə əmələ gətirir. Timin 2 qat. İndi adeninin qarşısında deyirik ki, biz daimi şəkildə nə durur azot əsası olaraq? Timin. Daimi bir şəkildə onun qarşısında duran nukleotidi timindir. Bu da onun fosfatı olsun. Timin. Bu olacaq timin. Sonra, Rana, sən mənə də görək. Sitozinin qarşısında nə duracaq? Sitozin. Yox, demədi. Sitozinin qarşısında guanin. Qədəmə fikirləşir. Sitozinin qarşısında guanin. Bəs guaninin qarşısında? Sitozin. Sitozin, düzdür. Sitozin. Sonra timinin qarşısında? Adenin. Adenin. Bu şekilde. Bu da adenin. Mənim bunlar fiqurlarını da yadımızda saxlamalıyıq. Hə, məncə bunlarda yadda saxlayın. Çünki testlər düşəndə bu formada düşür sizə. Fiquru necə yadda saxlayırsınız, saxlayın. Tək ki, bilin ki, ortadakı karbohidratdır, kənarlardakı fosfatdır və azot əsaslardır. Nukleotiddə, bütövlükdə bu nukleotiddir, bu təklikdə azot əsasıdır. Bu azot əsasıdır, bu bütövlükdə nukleotiddir amma. Bu bütövlükdə nukleotiddir. Belə. Gələk nəyə? Bunu dedik. İndi
Dedik ki adenin timinə 2 qat hidrogen rabitəsi ilə, sitozin guaninə 3 qat hidrogen rabitəsi ilə və yenə timin adeninə 2 qat hidrogen rabitələri ilə birləşdi. 2 zəncirli bir birləşmədir DNT molekulu. DNT molekulunda adeninlər və guaninlər ölçücə böyük, sitozinlər və timinlər isə ölçücə kiçik azot əsaslarıdır. Ölçü kiçik azot əsaslarıdır. Və bu kvadratlarla da yadda saxlaya bilərsiniz. Məsələn, şəkil verir sizə. Şəkildə görürsünüz ki, 2 dənə kvadratdan 2 qat rabitəlidir. Deməli, adenin imiş bu. Qarşısındakı timindir. Və yaxud da 2 dənə kvadratdan 3 qat rabitəlidir. Deməli, guanin imiş bu. İndi bir molekulda adeninlərin sayı, DNT molekulunda adeninlərin sayı molekulun özündə. Molekulda indi 2 zəncir bərabərdir timinlərin sayına. Sitozinlərin sayı isə bərabərdir guaninlərin sayına. 6 dənə sitozin varsa, deməli 6 dənə də guanin var imiş burada. 6 dənə timin varsa molekulda, deməli 6 dənə də adenin var imiş. Bu şəkildə adeninlərin sayı timinlərin, sitozinlərin sayı guaninlərin sayına bərabərdir. Amma molekulda, yəni zəncirdə yox. Sonra gələk indi bu nukleotidlər biri-birləri ilə kovalent rabitələrlə birləşir. Birinci nukleotidin fosfatı ilə ikinci nukleotidin karbohidratı, bunu gərək başqa rəngdə çəkəydim. Qırmızı ilə çəkin, mavi ilə ya da. Deməli, ikinci nukleotidin karbohidratı bu şəkildə kovalent rabitə ilə birləşir. Belə. Eyni şəkildə buradadır. Bir nukleotidin fosfatı ilə digər nukleotidin karbohidratının birləşməsi adlanacaq kovalent rabitə. Bir dənə DNT molekulunda nə qədər nukleotid varsa, ondan 2 vahid az kovalent rabitə var. Bax, məsələn, buranı sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə burada nukleotid var. 1, 2, 3, 4, 5, 6 dənə də kovalent rabitə var. Onda mən deyərəm ki, kovalent rabitələrin sayı bərabərdir. Ümumi nukleotidlərin sayı çıxılsın 2. Bu da belə. Hər kovalent rabitə əmələ gələrkən və yaxud da ki, DNT molekulu əmələ gələrkən hər zəncirdən 1 mol su ayrılır. 1 mol su ayrılır. Məsələn, bura bir nukleotid birləşərkən 1 mol su ayırır özündən. Ona görə 4 dənə nukleotid birləşib 3 dənə kovalent rabitə əmələ gəlibsə, hər kovalent rabitənin əmələ gəlməsində 1 mol su var əslində. Bax, burada 1 mol su var. Çıxıbdır bu. İçərdən çıxıbdır. Çıxıbdırsa, onda mən deyərəm ki, elə ümumi əmələ gələn suyun da miqdarı M-2-dir. M-2-dir. H2O. Bu şəkildə. Bu şəkildə olmuş olacaq. Burada bu DNT molekulunun birinci hissəsindən ikinci hissənin əmələ gəlməsi komplementarlıq prinsipinə əsasən qurulur. Komplementarlıq prinsipdə nədir? Bax, tutaq ki, bu bir zəncirdir. Burada var adenin, timin, guanin, sitozin, timin, tutaq ki, yenə sitozin, yenə guanin. Bunun komplementar qarşısındakı zənciri bu zəncirdən əmələ gəlir. Birinci zəncirdən əmələ gəlir. İndi deyəcəyik, prosesin adı nədir? O da komplementar olaraq özünə uyğun əmələ gəlir. Adeninin qarşısında timin, timinin qarşısında adenin, guaninə sitozin, sitozinə guanin, timinə yenə adenin, yenə guanin sitozinə və guaninə də sitozin. Bu şəkildə komplementar olaraq əmələ gəlir. Bu əmələ gəlmə zamanında dedik ki, kovalent rabitə əmələ gəlir. Ümumi nukleotid sayından bir vahid az. Ümumi nukleotid sayıları bizə verilərkən, bax, biz aradakı hidrogen rabitələrin sayını tapmalıyıq. DNT molekulunda hidrogen rabitələrin sayı bərabərdir. Ümumi nukleotidlərin sayı üstdən gəlinsin sitozinlərin sayı. Və yaxud da ki, 2 adenin üstə gələk 3 sitozin miqdarını. Gəlin buna aid bir dənə məsələ yazaq. Tutaq ki, deyir ki, DNT molekulunda 60 ədəd sitozin, 60 sitozin və 80 ədəd də adenin varsa, dedikdə varsa, hidrogen rabitələri nəyə bərabərdir?
Mən buradan baxıram ki, 60 dənə sitozin varsa, nə qədər guanin var? Hə, Rəna? Mənim elə 60. 60 dənə də guanin var, düzdür. Bərabərdir. Sitozin guaninə bərabərdir. Bəs nə qədər timin var? 80. 80. Ya deyərəm ki, ümumi nukleotidlərin sayı 60, 60. 60, üstə gələk 60. Üstə gələk 80. Üstə gələk 80. Bu ümumi nukleotidlərin sayıdır. Plus bir dənə də sitozinlərin sayı. Plus 60. Ya da promoy deyərəm ki, 1, 2, 3 dənə 60 var da. 3 dənə sitozin, 2 dənə adenin. 3 vuraq 60. Üstə gələk 2 vuraq 80 qədər. Nə var burada? Hidrogen rabitəsi. 3 dəfə 6 nə edir? 18, 180. 180-ın üstə də 160 gələndə eləyər 4, 34, 340. Deməli, burada 340 ədəd hidrogen rabitə var imiş. Bu şəkildə. Gəl indi burada əmələ gələrkən nə qədər su ayrıldığını tapaq. Dedik ki, ümumi molekul əmələ gələrkən, Fidan, bunu da sən denən, ümumi molekul əmələ gələrkən nə qədər su ayrılırdı? 18 qram. Yox, su birinin kütləsi 18 qramdır. Hələ qrama çatma, mola çataq. Neçə dənə mol görək. Ümumi demişdik ki, nukleotidlərin sayından 2 molekul üçünə, 2 dənə, bir molekuldakı 2 zəncirdəki nukleotidlərin sayından, yəni ümumi nukleotidlərin sayından 2 vahid az su əmələ gəldi. Ümumi nukleotid sayım neçədir? 120 və 160 da budur da. Ümumi nukleotidin sayı onda 280. 80. Hə. Evet. Ümumi nukleotidlərimin sayı 280-dırsa, 280-dırsa, bundan 2 çıxaram, eləyər 178 dənə su əmələ gəlir. Onda mən deyə bilərəm ki, burada 178 dənə də kovalent rabitə var. 278 onun mənim 2 çıxanda. Hə, 278 üzr hesab edə. 278 dənə də kovalent rabitə var. Deyə bilərikmi? Hayır. Gəl bir zəncir üçün hesablayaq. Məsələn, 2 zəncirdə birlikdə 280 dənə nukleotid var idi. Onda bir zəncirdə neçə dənə nukleotid var? Mən 2 dəfə az olur. Bəli, bəli. Bərabər saydadır da. İkisində birlikdə 280-dırsa, birində 140, digərində də 140 nə var imiş? Nukleotid var imiş. Onda bir zəncirin əmələ gəlməsində nə qədər su ayrılıbdır? 139. Və digərdə də 139. Dediklərimi başa düşürsünüz? Ben 139 bilmədim mən. Bax, ümumi nukleotidlərin sayından 2 vahid az deməkdir. O 2 vahid az, əslində n-1, n-1-in cəmidir də. Hər zəncir əmələ gələrkən ümumi nukleotiddən bir vahid az su əmələ gəlir və yaxud da ki, ümumi nukleotiddən bir vahid az kovalent rabitə əmələ gəlir. Hə, müəllim başa düşdüm. Hə, oradan. Və yaxud da ki, mən bu kovalent rabitənin adı əgər tək nukleotidlə hesablayıramsa, məsələn, bir tərəfin nukleotidi mənə veribsə, tutaq ki, sənə deyək ki, bir zəncirdə 200 nukleotid varsa, onda nə qədər su əmələ gəlib? Ümumi molekulun sintez zamanı, molekul 2 zənciri daxı. Molekul sintez zamanı nə qədər su əmələ gəlib? O zaman mən bu 200-ü vuraram 2-yə, 2 zənciri taparam, düzdürmü? Sonra da 2 çıxaram. Oldu mu 2n-2? Bax, bu 2n-2. n-1 buradan, n-1 buradan. 2n-2 oldu. Başa düşdüm mən. Tam anladınız bunu. Fidan, tam anladın mı ne demək istədiyimi? yani 2 çıxır da. Yəni, ümumi nukleotiddən ya 2 çıxırsan, ya da bir zəncirdəki nukleotidin sayını veribsə, bir zənciri veribsə, onu 2-yə vurursan, 2 zənciri də tapırsan, 2 çıxırsan. Yaxşı. Bir zəncir veribsə 2n-2 ilə tapırsan. 2 zənciri, yəni ümumi nukleotidlərin sayını veribsə, ümumi nukleotidlərdən 2 vahid azı tapırsan. Bildin? Ben bildim.
Əla. Bu belə. Bu DNT molekuludur. DNT dedik ki, iki dənə deməli zəncirdən ibarətdir və bu genetik materialı özündə saxlayır, genləri özündə saxlayır. Bu qədər. DNT-dən başqa nə deyə bilərik? Başqa bir şey deyə bilərik ki, deməli, gəlin onu amma şeylə deyək. Bir dəqiqə, buradan şəkil paylaşın, o ilə deyək. Bir də burada kitabımızda şəkil var. O şəkli istəyirəm diqqətlə baxaq. Burada sizə təkcə azotlu əsasları göstərir və azotlu əsaslara baxarkən diqqətlə baxmağınızı xahiş edirəm. Baxın, sitozin azotlu əsasında bir dənə oksigen var. Guanin azotlu əsasında bir dənə oksigen var. Adenin azotlu əsasında ümumiyyətlə oksigen yoxdur. Urasil azotlu əsasında 2 dənə oksigen var. Bayaqdan deyirik ki, DNT-ni təşkil edən karbohidratda oksigen var idi, yox idi Fidan? DNT-də yox idi. Yox idi. Deməli, DNT-nin adenin nukleotidində ümumiyyətlə oksigen olmayacaq. Yaxşı? Bu da belə. Yaxşı. Aha, adenin ümumiyyətlə yoxdur. Yəni, bu şeyə də diqqət eləməyiniz vacibdir. Gələk dərsimizin davamına. Dərsimizin davamında RNT-dən danışaq. RNT DNT-yə nisbətən daha asandır, rahatdır. Çünki bir zənciridir RNT. Deməli, RNT DNT-dən əmələ gəlir. Bax, deyək ki, burada DNT var. DNT var, DNT 2 zəncirlidir. Bu şəkildə. Əgər çəkdimi, görüm, düz çəkə bilirəm. Burada deyək, başlayar nə ilə? Sitozin, guanin, adenin, sitozin, guanin. Burada da olsun. Guanin. Burada bir dənə də timin çəkək də. Olmuş olsun. Sitozinin qarşısında olacaq guanin, guaninin qarşısında olacaq sitozin, adeninin qarşısında olacaq timin, sitozinin qarşısında yenə guanin, guaninin qarşısında yenə sitozin, timinin qarşısında adenin. Və rabitələr. Sitozinlə guanin 2 qat rabitə ilə birləşəcək. Yenə sitozinlə guanin 2 qat rabitə. Adeninlə timin 2 qat rabitə. Sitozin guanin 3 qat. Sitozin guanin yenə 3 qat. Və adeninlə timin 2 qat rabitə ilə birləşmiş olacaq. Deməli, bu DNT-dən RNT əmələ gəlir. Özdə məlumat RNT. mRNT. Necə əmələ gəlir? Deməli, RNT PZ polinukleaza zəncir deyə bir şey var. Deməli, burada daxil olur sanki belə zamok kimi də, daxil olur bu hissəyə belə dairə kimi. Başlayır yuxarıya doğru çəkilməyə. Yuxarıya doğru çəkilərkən bu zəncirləri başlayır qırmağa. Qırdıqca bunun bu hissəsindən, bu qırılan zəncirindən komplementar olaraq bir dənə də zəncir əmələ gəlir. Amma birləşik olaraq yuxarı, komplementar olaraq. Sanki bu yuxarı getdikcə özündən belə əmələ gətirə gedir də. Öz halqasının altından əmələ gətirə gedir. Gedir və hər bir nukleotidin komplementarı olan nukleotid qarşılığında məlumat RNT əmələ gəlir. Bir zəncirli məlumat RNT əmələ gəlir. Bu bir zəncirli məlumat RNT indi baxırıq yuxarıya. Guaninin qarşısında sitozin olacaq. Sitozinin qarşısında guanin olacaq. Timinin qarşısında adenin olacaq. Guaninin qarşısında yenə sitozin olacaq. Sitozinin qarşısında yenə guanin olacaq. Adeninin qarşısında timin olmalıydı. Amma ümumiyyətlə RNT molekulunda timin yoxdur. Onun əvəzinə urasil var. Urasildir. Adeninin qarşısında artıq timin olacaqdı, amma olmur. Yerinə kim olur? Urasil olur. Urasil olmuş olur. Və bir zəncirli bizim məlumat RNT-miz əmələ gəlmiş olur. Məlumat RNT-də deməli hidrogen rabitələri yoxdur. Məlumat RNT bir zəncirlidir, ancaq nukleotidlərdən ibarətdir. Və bayaqki düsturumuzda hansı ki 2n-2 ilə hesablayırdıq suyu və kovalent rabitəni. Burada belə hesablayacağıq. n-1-dir. Su da kovalent rabitədə n-1 saydadır. Bu qədər. İndi əmələ gələn suda və kovalent rabitədə n-1 saydadır. İndi bunu necə hesablayaq?
Məlumat RNT-nin bir nukleotidi DNT-ninkindən fərqlənir. Bayaq dediyimiz kimi, bax, stozin, burada da stozin var, burada da stozin var. Amma bu stozindən fərqlənir. DNT-dəki stozin məlumat RNT-dəki stozindən fərqlənir. Yəni ayrı-ayrıdır. Əslində burada 2 dənə nukleotid var. Biri azot əsasıdır. İkisinin də azot əsası stozindir. Amma nukleotid fərqlidir. 2 ayrı nukleotiddir. Çünki bunda dezoksiribozadır karbohidratı. Oksigen zat yoxdur bunun karbohidratında. Bunda isə karbohidrat oksigenli karbohidratdır. Ribozadır. Ona görə biri-birindən fərqlənən 2 nukleotidlərdir bunlar. Eyni şəkildə də adeninlər, eyni şəkildə guaninlər, stozinlər. Bunlar bir-birindən fərqlənən nukleotidlərdir. DNT-nin məlumat RNT-ninkində. Və oksigeninə görə fərqlənirlər. Bundan başqa nə deyəcəkdim? Hə, ribozası var. Bunu da dedik. Belə. Bunu dedik. Gələk indi. Bu proseslərin adlarına. Proses nə prosesidir? Adı nədir? Nəydən nə əmələ gəlir? Deyək bunlar. Deməli, DNT-dən RNT-nin yaranması prosesi adlanacaq transkripsiya. Transkripsiya. Deyəsən ki, transkripsiya. Nə oldu? DNT-dən RNT-nin yaranması. Burada axı DNT-nin zənciri qopubdu. Bayaq demək, bura bir halqa şəkilli zamok kimi bir şey daxil oldu ki, məlumat RNT-ni əmələ gətirsin özlüyündə və hidrogen rabitələri qırdı. Qırarkən bu DNT-nin hər zinciri özün başlayır bərpa eləməyə. Bu DNT-nin hər zinciri belə təklikdə getdiyi halda mühitdən özünə başqa komplementarı birləşdirir. Məsələn, əgər bunun burada qalıb guanin, stozin, timin, adenin qalıbsa, mühitdən özünə stozin, təzələnən bir də guanin, adenin, timin birləşdirir. İkinci zəncir təzələnən bir də bərpa eləyir. Arada da hidrogen rabitələr deyək. Bu da eyni şəkildə. İkinci zənciri bərpa eləyir. Bax, bir dənə molekuldan artıq 2 dənə molekul əmələ gəlmiş olur. Buna deyəcəyik reduplikasiya. Reduplikasiya isə DNT-dən DNT-nin əmələ gəlməsidir. Və yaxud da DNT-nin öz zəncirini bərpa eləməsidir. Və yaxud da deyəcək DNT-nin ikiləşməsidir. Sənə deyək ki, DNT ard-arda 3 dəfə ikiləşibsə, neçə dənə zəncir əmələ gələr, neçə molekul əmələ gələr? Bax, o sənə verilən sayı həmişə 2-nin üstündə hesabla. Məsələn, 3 dəfədirsə, deməli 8 dənə molekul əmələ gələcək. DNT 4 dəfə ard-arda ikiləşibsə, 2-nin üstü 4 ilə hesabla. Deməli, 16 dənə molekul artıq əmələ gəlibdir. Çünki təsəvvür elə ki, bu bir dəfə ikiləşdi, ikisi əmələ gəldi. İkinci dəfə ikiləşsə əgər, bu zəncirlərdən yenə bir başqası əmələ gələcək bu şəkildə. Sonra bunlar da təzələnən bölünsə, buradan zəncir gedir axı. Yenə bu şaxəlinə gedir də, hər dəfə də özün ikiləşdirir bu DNT, reduplikasiya eləyir. Bu reduplikasiyada DNT-nin özünü ikiləşdirilməsi və yaxud da ki, DNT-dən DNT-nin əmələ gəlməsidir. DNT nukleotidlərini də mühitdən alır. Mühitdən özünə birləşdirir bərpa edərkən. Eyni şəkildə əslində məlumat RNT-də yaranarkən mühitdən alır nukleotidlərini. İndi deyir ki, məlumat RNT-dən, bax, DNT-nin bir zənciri transkripsiyada iştirak edir. Deyir ki, DNT molekulunda 2300 əgər nukleotid varsa, transkripsiyada nə qədər su ayrılıb? DNT-nin molekulunda. Fidan, ya bunu səndən edəyik. 2300 dənə nukleotid var. Düzdürmü? İkisində birlikdə 2300-dür də. Düzdür? 2-yə bölərsən ki, bir zənciri tapasan. Bir zəncir nə qədər olur? 1150. Bir zəncir 1150-dir. O 1150-dən də 1150 dənə elə bir nukleotiddən ibarət məlumat RNT alınır. Dedik ki, məlumat RNT-nin alınması zamanı hansı düsturla hesablayırdıq? N-1, çünki bir zəncirdir. Deməli, 1150-dən çıxaram nəyi?
Birini Biri əmələ gəldi neçə dənə? 9. 1149. Deməli, 2300 nukleotiddən ibarət DNT molekulunun transkripsiyası zamanı 1149 mol su əmələ gələr. Mol su əmələ gəlmiş olacaq. Bu transkripsiya idi. Bu da reduplikasiyadır, dediyimiz kimi ikiləşmə idi. Bu belə. Buranı saxlayaq. Bu getsin. Sonra məlumat RNT-nin 3 növü var. DNT-nin bir növü var. Elə DNT-dir. Məlumat RNT demiş. Ümumiyyətlə RNT-nin isə 3 növü var. RNT-nin birinci növünü bildik. Məlumat RNT-dir. RNT-nin ikinci növü, bunu silək. Bunu bildiniz nədir? İkincisi isə deməli nəqliyyat RNT və üçüncüsü də ribosom RNT-si. Ribosom RNT-si. Bax, DNT həm məlumatı, həm nəqliyyatı, həm də ribosom RNT-sini əmələ gətirə bilər. Bir DNT üçünü də əmələ gətirə bilər. Ya da elə ola bilər ki, bunların üçü də ayrı-ayrı DNT-nin hissələrindən, ayrı-ayrı DNT-lərdən əmələ gəlsin. Məsələn, bir məlumat RNT bu DNT-dən əmələ gələr, nəqliyyat gedər başqa DNT-dən əmələ gələr. O DNT-də nə fərqi var ki? Ribosom başqa DNT-dən əmələ gələr. Bu şəkildə əmələ gəlir. Və nəqliyyat RNT-nin yaranmasında DNT matrix rolunu oynayır. Bu nə deməkdir? Məlumat RNT-nin bu şəkildə yarananda, bunun oxşarı da oxşar olaraq da nəqliyyat RNT-im mənim yaranmış olur. Nəqliyyat RNT-im. O da bu şəkildədir. Əslində o zəncir formasında deyil, o tək-təkdir. 3-3 nukleotidlər birləşdirir. Necə yaranır bu nəqliyyat RNT? Yenə sitozinin qarşısında guanin, guaninin qarşısında sitozin, adeninin qarşısında timin olmalıydı, amma timinimiz yoxdur deyə urasil. Sitozinin qarşısında guanin, guaninin qarşısında sitozin, urasilin də qarşısında adenin. Komplementar olaraq yaranmış olur. Bu da məlumat RNT-dən bir dəqiqə müzərət qoyulur. Bu da məlumat RNT-dən məlumat RNT-dən nəqliyyat RNT-nin yaranmasıdır. Hər nəqliyyat RNT-də özündə amin turşu birləşdirir və ümumiyyətlə məlumat RNT bu şəkildə zincir şəklindədir. Amma nəqliyyat RNT-nin görünüşü fərqlidir. O bu şəkildə belə bir yonca formasına bənzəyir. Əslində pis çəkirəm, hər dəfə pis çəkirəm mən bunu. Bir dəqiqə. Elə çəkim ki, bu dəfə daha qəşəng olsun. Bu formada bir bu dəfə qəşəng çəkdim. Yonca formasındadır. Və bu yoncanın aşağı hissəsində amin turşu daşıyır. Amin turşu, bax burada belə bir amin turşu daşıyır. Yuxarı hissədə isə kodları olur bunun. Kodlar 3-3 birləşir. Məsələn, bax GSA, bu yazıram GSA kodunu daşıyır. Bu hissələrində nukleotidlər olur. Fikir verirsinizsə, yaxınlaşır bu iki hissə bir-birinə yaxınlaşır. İki hissə bir-birinə yaxınlaşdığı üçün burada da kiçik-kiçik nukleotidlər var da. Bu iki hissədə hidrogen rabitələr əmələ gəlir. Normalda RNT-də hidrogen rabitə olmaz. Hidrogen rabitələr DNT üçün xasdır. Hesablamalar DNT üçün xasdır. Amma sənə deyə bilər ki, RNT-nin heç bir növündə hidrogen rabitəsi əmələ gəlmir. Bu səhv fikirdir. Çünki nəqliyyat RNT yonca formasındadır və yoncanın bu bir-birinə yaxınlaşan hissələrində hidrogen rabitələri əmələ gəlir. Amma biz bu hidrogen rabitələrini hesablamırıq. Çünki bu təsadüfi əmələ gəlir də, tam olaraq sayı dəqiq bilə bilmirik. Bu oldu nəqliyyat RNT. Ribosom RNT-si isə tamamilə fərqli bir quruluşdur. Ribosom RNT-si bizim elə bildiyimiz ribosomdur. Onun böyük hissəsi var bu şəkildə, kiçik hissəsi var bu şəkildə və böyük hissəsi var bu şəkildə. Belə. İndi bax bunun üçü də hətta 4-də, deməli DNT-də zülal sintezini iştirak edir. DNT matrix olaraq zülal sintezini iştirak edir. Yəni zülal haqqında məlumatı ötürür məlumat RNT-yə. Məlumat RNT keçirir də nəqliyyat RNT-yə və orada ribosom RNT-də artıq zülal sintezi olunur. Bu ribosom RNT sanki məlumat RNT-ni, onu da mavi rənglə çəkib, tutur, bax bu şəkildə saxlayır öz iki hissəciyinin arasında.
Və ribosomun daxilinə daimi bir şəkildə yonca yarpağına oxşayan o bir deyək də nəqliyyat RNT-lər bu şəkildə çəkək onda daxil olur. Bu nəqliyyat RNT-lər burada mümkün olan, hansı ki bunun üzərində kodlar var ha. Bu kodları oxuyur, oxuduqca o kodu oxuyur, uyğun amin turşusunu ona birləşdirir. Uyğun amin turşuları birləşdirdikcə artıq zülalın zincir əmələ gəlmiş olur. Bu şəkildə bu prosesin adı olacaq transilyasiya. Onsuz da bunu hələ o bir səfər keçəcəyik. İndi keçməyəcəyik. Belə. Buradan deməli ölçüsünə görə ən böyük olanı təbii ki ribosom RNT-sidir. Ondan sonra məlumat RNT-dir böyük olanı. Ondan sonra isə nəqliyyat RNT-dir ki, böyük ölçüyə malikdir. Ən kiçik nəqliyyat RNT-də, ən böyüyü də əlbəttə göründüyü kimi ribosom RNT-sidir. Belə bu nuklein turşuları. Buradan bir də nuklein turşularına bənzəyən ATF var. Gəlin o ATF-i izah edək. ATF eyni nukleotidlərə bənzəyir. Nuklein turşularına yox, nukleotidlərə. Dedik ki, nukleotidi təşkil edir nə? Azot əsası, karbohidratı və fosfat. Bu fosfat 3 dənə olanda bu şəkildə. Bu molekulun adı olur ATF. Nə deməkdir bu? Adeno, yəni bunun azot əsası adenindir. 3 fosfat. Fosfat da hədə P ilə yazsaq da fosfat olaraq mən düşündüm. İşarəsinə mi yazmışam? Amma fosfat sözüdür də bu. Fosfat. ATF sözü buradan gəlir. Adeno. Adenozino. Fosfat. ATF. ATF molekulunun karbohidratı ribozadır. Yəni ATF molekulu parçalananda, tam parçalananda ondan adenin nukleotidi və riboza əmələ gələ bilər. ATF molekulunda 3 dənə fosfat var və fosfatla fosfat arasında həmişə güclü makroergik rabitə əmələ gəlir. Hansı ki, bax bu rabitə özündə çoxlu enerji saxlaya bilir. Bu ATF özünə 1 mol su birləşdirəndə, hansı ki, çox iş görürük, çox hərəkət edirik, danışırıq, özünə 1 mol su birləşdirir. Olur ADF. DF. P ilə P arasında yenə. ADF nədir? Adeno difosfat. D də 2 deməkdir axı. Difosfat. ADF. Bir dəqiqə. DF. Yəni ADF. ADF. Sonra bu ADF də özünə, biz bəlkə biraz da çox danışmışıq, çox hərəkət eləmişik, lap çox fiziki işlə məşğul olmuşuq, yenə özünə su birləşdirir. H2O. Və olur AMF, yəni monofosfat. Belə deyək də, yenə A, M, F, P. Bu da olur nə? AMF. AMF, yəni monofosfat. AMF-də makroergik rabitə yoxdur. ADF-də 1 makroergik rabitə var. ATF-də 2 makroergik rabitə var. Ya da yadınızda saxlaya bilərsiniz ki, fosfatların sayından bir vahid az həmişə makroergik rabitə olur. İndi bax bu AMF, adenin, riboza və fosfat. Toşnu oxşuyur RNT-nin nəyinə? Adenin nukleotidinə. Çünki adenin nukleotidinin də azotlu əsası adenindir, ribozası var və fosfatı var. Burada bax çəkmişəm yuxarıda. Bunu elə bir təsəvvür edin ki, elə toşnudur yəni. RNT-də də ribozadır, nukleotid adenindir, fosfatdır. Sadəcə bir fərqi var ki, AMF təzədən özünə H3PO4 birləşdirəndə olur ADF. ADF özünə H3PO4 birləşdirəndə, fosfat birləşdirəndə də ATF bu şəkildə dəyişə bilir. Başqa nə qaldı burada demədiyim? Hər makroergik rabitədə 40 kilojol enerji saxlayır. Məsələn, burada neçə kilojol enerji saxlayıb özündə? 80. Çünki 2 dənə makroergik rabitə var. Burada nə qədər?
Burada artıq 40. Burada ümumiyyətlə enerji saxlamayıb özündə. Parçalananda nə qədər verəcək? Bir enerji əgər bir makroelektrik rabitə qırılırsa, deməli bu parçalanarkən, su birləşdirərkən 40 kilojol enerji əmələ gəlibdir. ADF və 40 kilojol enerji əmələ gəlib. Bu parçalanarkən yenə özündən 40 kilojol enerji ayırıbdır və AMF əmələ gəlib. Hər makroelektrik rabitə qırılanda 40 kilojol enerji əmələ gəlir. Hər dəfə makroelektrik rabitə əmələ gələndə 40 kilojol enerji istifadə edir, yəni əmələ gəlməsinə. Və özündə hər rabitə özündə 40 kilojol enerji saxlamış olur. Buradan sözünüz, sualınız. Yox, mən Heç nə.